Enes Batur, yarım qalan xəyallar. Enes Batur keçdiyimiz günlərdə Instagramda geri dönəcəyi barədə məlumatlar vermiş və bəzi qəribə göndərilər edirdi. Biz də takipçilərindən bir ümid idi, bəlkə dönəcəkdi. Həqiqətən də bəlkə dönəcəkdi. Amma dünən YouTube açıqda çox təəccübləndim və bu xəbəri öyrəndim ki, Enes Batur kanalını silib. Bilmirəm, bəlkə də gizli alıb. Bu barədə birazdan danışacağıq. YouTube'da arama yerinə Enes Batur yazdıqda ona ait heç bir kanal və onun videoları görsənmir. Bu isə o deməkdir ki, ya silib ya da kanalını gizlədib. Əslində Enesin bu halda olması biraz da qorxunc və üzücüdür. Bilmirik, bəlkə də başına nələr gəlib. Amma bu durumda görsənilir ki, onun yanında heç bir dostu yoxdur və ona yardım çıxacaq biri də yoxdur. Ona görə də Ahmet olsun və digərləri olsun, o vaxtdan Enes'dən istifadə etmək üçün onun ekibində olmuşlar. Məncə də burada ailəsi onun yanında olmalıdır. Çünki yaxşı görsəm, yəni 16 milyonluq kanal bəzi ölkələrin nüfusundan belə çoxdur. 16 milyon 12 ildir dişini dırnağına dirib bu abunəni qazanıb. Həqiqətən 16 milyonluq kanalı silmək də çox da yəni ürək istəyər, cəsarət istəyər. Bunu edirsə demək ki, ciddi psixoloji pozuntulardadır. Ona görə də biriləri onun yanında olması lazımdır. Bilmirik, bəlkə də ailəsi də onun yanındadır və bəlkə də Enes fikrində başqa bir şeylər var. Bəli, dönəcəkdi. Bəlkə də o bir anlıq onda həvəs yaranmış ki, YouTube'a dönsün. Amma daha sonra bəlkə də sosial mediada onun haqqında yazılan və yürütülən fikirlər onun həvəsini biraz da aşağı saldı və buna görə də bu qərara gəldi ki, artıq video atmasın. Amma məncə mən tanıdığım Enes Batur heç vaxt pes etməz. Ən azından YouTube'a dönməsə belə, məncə o kanalı silməz. Aldığım bəzi məlumatlara görə YouTube'da belə bir özəllik var ki, kanalı gizliyə atmaq olurmuş. Yəni kanalı gizliyə atırsan, amma silmiş olmursan, daha sonra isə onu geriyə qaytarmaq olar. İnşallah ki, heç olmasa o cür etmişdir. Həqiqətən də Enes'i bu durumda görmək çox üzücüdür. Çünki bir neçə il əvvəl o cür əyləncəli videolar çəkən biri isə, indi isə sanki depressiyonda və ağır günlərdən keçirmiş kimi. Enes'in də bəlkə də YouTube'u buraxmasında çox böyük səhv oldu. Rəqibləri irəliləyir. Bəlkə də YouTube'u buraxmasaydı 20 milyon abunəsi var idi. Bəlkə də dincəlməyə ehtiyacı var idi və yaxında geri dönüb çox gözəl videolar ilə qarşımızda olacaq. Videomuzun əvvəlində dediyimiz kimi yarım qalan xəyallar. Enes Batur'un əslində çox böyük arzuları var idi. Bunlardan biri isə hansısa bir videosunda qarşıma çıxmışdı ki, mən demişdim ki, mən 50 milyon olmayınca YouTube'u buraxmayacağam. Təkcə də bu deyil, yəni artıq o yaşda 18 yaşında 1 milyona çatan və indi isə 16 aktiv durumda olaraq 16 milyon abunəyə sahib bir kanal, məncə qarşıda çox böyük hədəfləri var idi. Və bu isə yavaş-yavaş sanki sönür. İnşallah yaxın bir zamanda geri dönər. Xəbər eşitdikcə mən və digər onun fan hesabları çox üzüldü. Yəni düşünəndə o qədər də yaxşı görsən ki, məsələn, indi Enes Batur YouTube buraxmasaydı, indiyə qədər 2-3 il əvvəldən videolar atmağa davam etsəydi, bəlkə də indi Enes Batur tamam başqa bir tərzdə idi. Həqiqətən də yəni YouTube'u buraxması, YouTube'u silməsi belə, hətta yəni gizli alması belə çox üzücüdür. Yəni fikirləşəndə həqiqətən də insan qəribə olur. Yəni 16 milyonluq kanalı bir insan necə silə bilər? Amma yenə deyirəm, mən sildiyini düşünmürəm. İnşallah da silməmiş olar. Yaxın zamanda YouTube'a geri dönər, amma həqiqətən də baxdıqda Enes Batur çox da yaxşı görsənmir və buradan yəni səslənirəm ki, ailəsi, dostları ona sahib çıxsın. Mən də əslində ilk videom Enes Batur barədə idi. Ondan sonra da sanki həvəsim olmadı video çəkməyə və dünən eşitdiyim xəbərdən sonra dedim qoy bir dənə video çəkim və bu cür daha çox videoların gəlməsi istəyirsə kanala abunə olub video like atmağı unutmayın. Sağ olun, salamat qalın.